Hamınıza salam dostlar, necəsiz? Minnoşlarımız çıxıblar deməli. 6 ədəd bala çıxdı. Sonuncu dönmə krasnarımızın balalarıdır. Bir dənə yəni normal krasnar bir budur. Bir də bu son çıxandı. Bu deyəsən balaca yumurtadan çıxıb. Böyle balaca yumurtadan çıxıb, bunlar qəşəng iri tompul balalardır. Bunlar dönmə balalardır. Budur məsələn, bu dönmədi məsələn, bu da dönmədi məsələn, bu dönmədi məsələn. Yəni fərqi göstərim sizə. Demək olar ki, başları boydadır. Yəni belə baxın, boy fərqinə bir baxın belə. Yəni boy fərqinə bir baxın. 37 günlük bunlardır. Əzmin uşağı. Quyruqları boydadır, başları boydadır. O tərəfə getmə, o tərəfə getmə. Necə getmə, necə çıxartma. Səslər vardı, yerləri 2 günündədir. Bunların yerlərini dəyişməliyəm əslində. Bir türlü bir kişi tapıb dəyişəmirəm buranı. Yerin, yəni tək dəyişmək olmurdu. Bir nəfər bir yerdən yeməyin uşağı. Eləməyin uşağa. Ayaqları boyda deyək. Neyse uşağı əzməsinlər. Uşağı əzməsinlər. Deməli bunlardan, krasnadarlardan ən irisinin hansıydı o? Ən irisi. Deyəsən buydu ən irisi. Bunu ölçdüm dönənləri. Dünən 36 günləri idi. Ölçdüm. 750 qram bu gəldi. Zümrüdlərin ən irisini ölçdüm. Buydu deyəsən. Buydu. Buydu yarınki. Budaki 700 gram geldi. 36. günlərində. İsə gedim. Bunların serüvenlərini danışım. Bu arada bunlara yumurta vermirəm mən mayalayarkən. Mayalayarkən təkcə bunlara vermişəm yumurta. Diğerlərinə vermirəm yumurta. Yəni yumurta ehtiyacı olmur. Bunlara mayalarkən yumurta vermək lazım deyil. Ən azından mən istifadə eləmirəm yumurta. Düz dediyim kimi o bir səhədə istifadə ilk çıxımında istifadə eləmişəm. İlk çıxışda olanlardan da yəni. Amma İkincidir, sonra bunlarda istifadə eləməmişəm. Krasnadarımız da tük çıxartır, quyruq falan çıxartır. Erkək ördəyimiz tük dəyişir. Bu niyəsə axsıyır, səhər çıxanda hindən görüm axsıyır. Yenə hündüşka 3-cü çolpanı öldürüb. Bir hündüşka var, erkək hündüşka var. Elə yetim hündüşkadır ki, elə yetim hündüşkadır. 3-cü çolpamı öldürüb. İkisi xoruz idi, ilk öncə öldürdükləri. Sonuncu da fərə idi. O şeylərdən, martda çıxanlardan var idi ya. Qara kürt toyuğun balaları. Onlardan öldürüb fərəni. Bunlar da vaksini. Allah gedirləri bunlar. Vaksinsiz, zatsız. Tamam aşağıları. Yani yumurtayı. Çolpalara baksan çolpalara. Mama aşağıları. Tanıydılar mamalarında. Unutmayınlar. Neçə saat olar? 3-4 saat olardan haberine yatmışam. Az da bunları vereyim nəfsləri qalmasın. Neyse. Bunu göstereyim size. Kel oğlanımızı göstereyim size. 2.6 çəksə 2.6'da. Bu arada deyim bu heyvan sınıb. Heyvan sınıb biz almır. Neyə bilərəm buna başqa?
Yəni kletkada tək qalır. Niyə bilərəm başqa? Bu da 2-2 çempionum maşallah. Ben bu arada bunu göstereyim. Burada Travis Horse'un ayakları cırık cırıktı. Girmeyeyim de kış. Ayakları cırık cırıktı. Hə, cırıq cırıq ayağı. Niyə görə? Çünki toyuqlar ilk öncə orada kisə ilişmişdi. Burada saxladığım zamanda kisənin iplərini ilişmişdi. Ayağı işmişdi. Hə, sonradan deməli sonradan qalsın şəkil aldım sonra qoyuram. Sonradan ayağı partladı, yani o şiş partladı falan, su çıktı, irin çıktı. Ondan sonradaki şey oldu. Toyuqlar başladı bunun ayağını yemeye. Sağalmışdı ki 2 gün əvvələ kimi sağalmışdı. Ondan sonra tezdən ayağını didib qanatdılar. Mən də ayırtdım onu, dedim ona dırmaşana bak hele sen. Dedim bunlara şey verim. Bunlara bakırsan. Ayağına levamak olmazından istifadə elədim. Ki qoy yarası tez alsa, buna bakın siz. Buranın parçayla bağlamışım, yoksa deşik var idi. Dırmaşıb çıxırdılar. Və anası qaynaşan anadır. Balalar olmamış qaçmırdı. Çıxmırdı ya da yuvada qalxıb otururdu. Balalar görən kimi alıb tullanır bayra. Gez yoxdur sənə bala falan. Şimdi bunları mayalandırmışam. Görürsün yemlər var orada satıblar. Suda şəkərli suyla mayalandırmışam. İndi bu anaya vereceğim o balaları. Ya sabaha ya birazdan videodan sonra veririm böyle ihtimal. Ondan sonra 3-4 günde ana baksın. Ondan sonra anasını da ayırtacağım. Bunu da ayırtıp atacağım erkeğin yanına. Balaları yetim bakacağım. Bakın bu ortada olan yerli var ha. En balacası yerli. O məndə qalmayıb diye. Ya bunun hekayesini danışım. Bu çıxan kimi birine hediye vermiştim. Bu yadınızdadsa. Gelme. Kuzu gelme. Bu da vəhşib. Bu 34 güne falan çıxartdı deyəsən böyle. Dünənlər çıxartıb. Hə, baxın balaca qalıb. Çünki həm əldə falan oynatıldıqda heyvan inkişafı yaxşı getmir. Bunlar da əldə çox saxlayıblar. Nə bilim, əldə oynatıblar. Onun üçün inkişafı zəif qalıb. Öləcəyini fikirləşirdim. Gücə billahla şey oldu. Sağ qaldılar. Bunların dimdikləri nəsə bir balaca qısa deyilə bir. Belə baxın bunlara. Bir təmizimiz budur. Bir təmizimiz də budur. Təmizlər nəsə balaca deyil. Düzdür, qarışıqların dönmə krasında özü iri fərə idi. Yəqin ona görə şey olub. Buna baxırsan. Bundaki sürətə baxırsan. Ana dəli olur burada, elə bir öz balları da. Neyse kalsın burada. Ben neden danışacaktım size? Bunlarda erkek dişi ayrımı hakkında danışırım. Kiçik de olsa. Yani keçim var tarafa. O vaxt gözləyəmədim. Dedim sizə məlumat da verim. Baxın, bunlarda dişi erkek ayrımı necədir? Lal ördəklərdə. Lal ördəklərdə elə bil ki, erkəklərə baxın. Pipilərini görürsünüz, qızarıb artıq. Pipilərinə baxın, qızarıb. Pipi dedim, yəni bu ət olur ha. Baxın, qızarıb erkəklərdə məsələn. Ondan sonra erkəklərin boyuna fərqinə baxın, yəni daha iri olurlar. Həmçinin erkəklərdə ayaq daha iri olur.
Yəni %100 seçilməsə də %70 seçmək olur. Ondan sonra bunlar böyüdüyü zaman qanad çıxma zamanı, qanad çıxımı zamanı. Onda nədən bilmək olur? Qanad çıxımı zamanı bilmək olur nədən? Bu aksir görürsünüz. Aksir böyle çünkü hündür yerdən tullandı bayquş. Hə, qanad çıxımı zamanı dişlərin qanadları daha tez çıxıb uzanır. Amma erkəklərdə daha gec çıxır qanadları. Elə bir baxın, erkəklərdə qanad daha tez çıxır. Qanadların falan ucu falan daha geç çıxır. Amma dişlərdə daha tez qanad çıxartırlar. Səslərdə isə erkək dişi ayrımı səsindən bilmək olur. Dişlərdə belə vağ-vağ kimi səs çıxır, amma erkəklərdə o səs yoxdur. Daha zəif belə uğultu səs kimi qəribə bir səs çıxır erkəklərdən. Həmçinin böyüdüyü zaman quyruqları burulur erkəklərin, dişlərdə düz qalır. Amma lal ördəklərdə belə bir şey yoxdur. Lal ördəklərdə həm cüssədən, həm də ki başındakı ətin böyüklüyündən falan bilmək olur. Yəni belə. Ümid edirəm ki, başa sala bilmişəmdir. Ayaqları iri olur erkəklərin, cüssələri böyük olur erkəklərin. Ondan sonra qanadları daha geç çıxır erkəklərdə, lallarda deyirəm. Daha geç qanadları çıxır. Daha tez o başındakı ət inkişaf eləyir. Yəni baxın, başındakı ətin görüntüsü qızarır, əti qızarır artıq. Erkəkdir məsələn bu. Erkəkdir məsələn o. Ondan sonra krasnodarların deyəsən 4 erkəkdir. Nə yem verirəm desəz, broilerin 2 nömrə yemin verirəm bunlara. Amma səslərə artıq şeydə istifadə edirəm yemlərində. Qara un. Çünki malum səsli ördəklər maşallah çox yeyirlər. Bunlarla yemləmirəm bu arada, ayrı yemləyib elə salıram içəri. Çünki çox yem yedikləri üçün bunlara yem çox çatdırmırlar. Elə bunların bir tık zəif qalma səbəbi, o səbəbi elə bunlardır. Yəni görürsünüz inkişafların aralarında 5 gün fərq var. Ayın 13'ü bunlar çıxıb. Yəni bunlar səslilər 13'ü bunlar çıxıb, 17'si bunlar. 5 gün fərqə görə boyları çox kiçikdir. Yəni təbii ki, düzdür, lal ördəyi daha gec inkişaf edir səslidən. Amma ki dediyim kimi, yəni payların illərdə belə deyim. Burada da pərpətöyün deyirlər, semizotu deyirlər, ondan yeyirlər. Daha doğrusu yeyib kötü deyirlər, nə deyirlər, o səs saxlanırlar. Baxın, otla necə yeyirlər, fikir verin. Yəni çox xoş deyirlər otu, lal ördəklər əsasən. Səslərə o da deyə bilmərəm, amma lal ördəklər otu dəhşət sevirlər. Bir səs diğer tərəfdə ot yeyirlər məsələn yenə də. Bunlara da yem vereyim videodan sonra. Bir 10 günə falan da keçəcəm bunları. Qarğıdalı, yarması, buğdanlı, bir də broiler yemi. 10 günə falan keçmək fikrim var. Maksimum devam elətdirə bilirsəm 20 gündə devam eləyəcəm. Maksimum 20 gün devam elətdirə bilərəm. Bilmirəm. Yalan deyirəm, yalancı olaram. Çalışacağım maksimum dərəcədə broiler yemindən bunlara verim. Bax, məsələn, səslərdən birini tutun. Baxın, bildiyi artıq bu dişidir. Bu dişidir. Səsini eşidirsə qalın səsi çıxır. Tutanmadım.
Bax belə səs, qalın səs çıxır dişidir. Bir dənə erkeği də tapa bilsəm, bilməm varsa içəndə yoxlamamışam. Çoxsa dişi oxşuyur. Baxın içəndə erkeği varsa gəlirəm. Baxın erkeği tapdıq. Baxın səsi zəifdir, amma ki o birisilərdə vağ-vağlı səs var. Bu da dişidir, bu da dişidir. Balacanı bilmədim nədirsə. Baxmadım daha sonra. Böyüdükcə zaten elə bilinir. Səslər də daha da tam oturur, bilinir. Yəni belə. Videomuz bu qədər idi dostlar. Videomuzun sonuna gələk. Özünüzə yaxşı baxın. Gələn videolarda inşallah görüşmək ümidi ilə görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik.